Ömrün neçə ildir biz tanışıq? Hardasa 20 ildən çoxdur. Wow. 20 il. Dünyaca məşhur dizayner. BBC, Mirror, Google, AI dizaynerlara daha çox kömək olur, yoxsa demək olar ki, onların işlərinə gedir, işlərini əllərindən alır. Amma yaradıcı məsələyi həll eləyə bilirmi? Bu arada İşlək loqonun banisi Elnur Babayevdir. Yəni müştəri sənə deyir ki, təbiət haqqında bir səndən dizayn istəyir və deyir ki, burada qırmızı rəng istifadə elə. Dünyada belə səs-küy salan kapitalizm posteri. Onlar da hakerlərdir. Ona görə girib ehtiyatla yazmışdım ki, onlar mənə təq eləyəsiniz, amma hesabımı qırmayın. Qaydanda elə təyirdən düşəndə bir nəfər zəng elədi ki, xəbərin var, Nainqaq səni işi paylaşıb. Hətta mən bildiyim qədər sən bunu cənab prezidentə də təqdim etmisən, ölkənin birinci xanımına təqdim etmisən bildiyim qədərində. Yox, əslində dizaynın ortaya çıxmaq səbəbi budur. Faraya ehtiyac yoxdur. Funksionallığın artıq nə qədər estetik olması. Səni bir dəfə Türkiyədə nəyə görə işə götürməmişdilər? Türk kültürü, mədəniyyəti deyilən bir şey var. Məsəl üçün bir türk şofer təsbehini asmağa bir yer olmalı. Mən dedim, yəni koskoca Koç, yəni necə viza ilə məşğul ola bilir? Hansısa padvalatı şirkət vizanı həll eləyir. Məktəb olsun, kurs olsun və s. bunlar sənə yazı yazmağı öyrədir, şairliyi öyrətmir. Bəlli səviyyədə öyrədirlər. Məsəl üçün qafiyə tutmağı və s.